Salam. Trigonometrik funksiyalar, radian və dərəcənin tapılması. Əvvəlcə gəlin radianın tapılmasına baxaq. 50 dərəcəni radianla ifadə et. Radianla ifadə etdikdə qayda belədir. Deməli, radianı tapdıqda pi-ni dərəcəyə vurub 180-ə bölmək lazımdır. 180 dərəcəyə bölmək lazımdır. Radian bərabərdir. Pi vurulsun. Bizdə dərəcə 50-dir. Ona görə dərəcənin yerinə 50 yazırıq. 180. Burada da ixtisar aparsaq olacaq 5 pi bölək 18. Deməli 50 dərəcəni radianla ifadə edəndə 5 pi bölünsün 18 alınır. Başqa bir nümunəyə baxaq. Məsəl üçün 60 dərəcəni radianla ifadə edək. Bu zaman yenə radianı tapanda pi-ni 60 dərəcəyə vurub 180 dərəcəyə bölmək lazımdır. İxtisar aparsaq alınır pi böl 3. Bu radianın tapılması idi. Yəni burada qayda pi-ni verilən dərəcəyə vurub 180 dərəcəyə bölmək lazımdır. İndi gəlin dərəcə ölçüsünün tapılmasına baxaq. Pi böl 5 radian ölçüsünü dərəcəyə çevirək. Deməli, burada nə etmək lazımdır? Burada sadə qayda. Pi-nin yerinə 180 dərəcə yazırıq. Böldürük 5-ə. 36 dərəcə. Və yaxud da başqa bir misala baxaq. 2 pi bölünsün 3. Bunu dərəcəyə çevirdikdə 2-ni vururuq 180-ə, bölürük 3-ə. Deməli, burada da ixtisar aparsaq 120 dərəcə. Deməli, uşaqlar, bir radian 57 dərəcə deməkdir. 2 radian 114 dərəcədir. Radianı dərəcəyə çevirəndə, yəni bir radianın 57 dərəcə olduğunu nəzərə almaq lazımdır. İndi gəlin vahid çevrə anlayışı ilə tanış olaq. Vahid çevrə radiusu 1-ə bərabər olan çevrədir. Deməli, burada biz x oxunu kosinus oxu qəbul edirik. Y oxunu da sinus oxu qəbul edib belə baxırıq. Deməli, burada 0 dərəcə, 90 dərəcə, 180 dərəcə, 270 dərəcə, burada da 360 dərəcə. Bu vahid çevrə adlanır. Vahid çevrə radiusu 1-ə bərabər olan çevrədir. Deməli, burada əgər saat əqrəbinin əksi istiqamətdə getsək, bura birinci rübdür, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Deməli, burada birinci rübün bucaqları hansılardır? 0-90 dərəcə birinci rübdür. 90-180 ikinci rübdür. 180-270 dərəcə üçüncü rübdür. 270 dərəcə 360 dərəcə arası isə dördüncü rübdür. Əgər biz saat əqrəbinin əksi istiqamətdə getsək, bu zaman mənfi 360 dərəcə, mənfi 270 dərəcə birinci rübdür. Mənfi 270 ilə mənfi 180 dərəcə isə ikinci rübdür. Mənfi 180 ilə mənfi 90 dərəcə
ikinci rübdür. Deməli, 90 mənfi 90 dərəcə ilə 0 dördüncü rüb sayılır. Məsəl üçün, bizə desək ki, 70 dərəcə neçənci rübdür? 70 dərəcə 0 ilə 90-ın arasıdır. Ona görə də 70 dərəcə birinci rübə düşür. 70 dərəcə birinci rübdür. Sonra 300 dərəcə dördüncü rübdür. Dördüncü rüb. Məsəl üçün, verisi 800 dərəcə. 800 dərəcəni tapmaq üçün 800-ü 360-a bölmək lazımdır. Yəni, bir tam dövrə bölmək lazımdır. Bu zaman qalığı götürürük. Burada qalıq 80 dərəcədir. 80 dərəcə birinci rübə düşdüyünə görə 800 dərəcə birinci rübə düşür. Əgər 360 dərəcədən böyük bucaq versə, 360-a bölüb qalığı götürmək lazımdır. Deməli, indi gəlin işarələrə baxaq. Birinci rübdə sinusun, kosinusun işarəsini təyin edək. Birinci rübdə sinus da müsbətdir. Yəni, bu hissə müsbətdir. Kosinus da müsbətdir. Birinci rübdə sinusun da, kosinusun da işarəsi müsbətdir. Məsəl üçün, desək ki, sinus 20 dərəcə. Sinus 20 dərəcə birinci rübə düşdüyünə görə müsbətdir. Kosinus 80 dərəcə. Yenə, bax, birinci rübə düşür. 0 ilə 90-ın arasına. Kosinus birinci rübdə burada. Yəni, müsbətdir. Yəni, bura baxmaq lazımdır. Sonra, ikinci rübdə. İkinci rübdə kosinus mənfidir. Baxın, bu hissə sıfırdan, deməli, sol hissə kosinusdan mənfidir. Yəni, bu hissə koordinat oxlarla bildiyimiz kimi bura mənfidir. İkinci rübdə kosinus mənfidir, sinus isə müsbətdir. Məsəl üçün, bizə desək ki, 100 dərəcə. 100 dərəcə 90 ilə 180-in arasıdır. Yəni, ikinci rübə düşdüyünə görə bu rübdə sinus müsbətdir, kosinus isə mənfidir. Sinus 100 dərəcə ikinci rübdür. İkinci rübdə, bax, bu hissədə sinus müsbətdir. Müsbətdir. Kosinus 100 dərəcə isə, kosinus 100 dərəcəni tapanda biz bura baxmalıyıq. Çünki bura kosinus oxudur. X oxu kosinus oxudur. Yəni, işarə mənfidir. Dördüncü rübdə hər ikisi mənfidir. Baxın, dördüncü rübdə sinus da, kosinus da mənfidir. Yəni, aşağı hissə Y oxunda. Y oxu sinus oxudur da mənfidir. Dördüncü rübdə kosinus müsbətdir, sinus isə mənfidir. İndi bir dənə bucaq deyək dördüncü rübdən. 290 dərəcə sinusu da işarəsini tapaq kosinusunda. Kosinus 290 dərəcə. Dördüncü rübə düşdüyünə görə 290 dərəcə bura baxırıq. Bax, bu hissəyə baxırıq. Sinus mənfidir, kosinus isə müsbətdir. Deməli, mənfi, kosinusdan müsbətdir. Bu da işarənin tapılmasıdır. Yenə deyirəm, burada 360 dərəcədən böyük bucaq verəndə biz 360-a bölüb qalığı, yəni götürməliyik burada. Sonra, bir də sinusun, kosinusun, tangesin, kotangesin qiymətlərin cədvəldən əzbərləmək lazımdır. Tanges sinus bölünsün kosinusdur. Yəni, sinusu kosinusa böləndə bizə tangesi verir. Kotanges alfa kosinus alfanı sinus alfaya böləndə alınır. Tanges kotangesin tərsidir. Biri sinus böl kosinusdur. Digəri kosinus böl sinusdur. Yəni, tangens alfa ilə kotangens alfa bir-birinə tərs funksiyalardır.
İndi burada sinusun, kosinusun işarəsini təyin eləməyi öyrəndik. Tangensin, kotangensin işarəsini də müəyyən eləmək üçün, yəni sinusdan, kosinusdan istifadə edirik. Gəlin tangens olsun 150 dərəcə. Tangens 150 dərəcənin işarəsini müəyyən edək. Tangens 150 dərəcə, sinus 150 dərəcə bölünsün, kosinus 150 dərəcədir. Deməli, sinusun işarəsi 150 dərəcə ikinci rübdə. Sinusun işarəsi ikinci rübdə. İkinci rübdə sinusun işarəsi müsbətdir. Ona görə də biz burada müsbət kimi götürürük. Kosinus 150 dərəcə. İkinci rübdə, baxırıq ikinci rübə. Kosinus oxu, bax bu oxudur, üfüqi oxudur. Kosinus mənfidir. Ona görə də bura mənfi yazılır. Müsbət mənfi, deməli yekunda işarə nə olur? Mənfi. Deməli tangens 150 dərəcə mənfidir. İndi gəlin kotangens aiddə bir dənə nümunə verək. Məsələn, kotangens deyək olsun 3-cü rüb olsun. 3-cü rübdən bir dənə bucaq deyək. 200 dərəcə. 200 dərəcə ikinci rübə düşür. Kotangens nə idi? Deməli, kosinus 200 dərəcə bölünsün sinus 200 dərəcə. Kosinus 200 dərəcə 3-cü rübdə. Kosinus 3-cü rübdə mənfidir. Sinus da 3-cü rübdə mənfidir. İkisi də mənfidir. Hər ikisi 3-cü rübdə mənfidir. Ona görə də burada olacaq mənfi, mənfi. Mənfi, mənfi birləşir müsbət. Deməli, tangens 200 dərəcənin işarəsi 3-cü rübdə müsbətdir. Yəni 200 dərəcədə.